Filosoflar deyirlər ki, insan maddi dünyanı əsas bilsə əgər, onda birinci budur ki, yəni zərurət əlaqəsidir. Əgər belə bilsə, belə bir səbəb olsa nəticəsi qaçılmazdır. Hansıdır? Birinci budur ki, yalnız fiziki ləzzətlər alacaq. İnsan fiziki aləmə bağlandısa, aldığı ləzzətlərin qədəri fizikidir. Heç vaxt mənəvi ləzzət ala bilməz. Ancaq yeməkdən, içməkdən, yatmaqdan, cinsi münasibətdən, nə bilim möminlərlə oturub, dostları ilə oturub, qohumları ilə oturub hansısa bir məsələdən, tort kəsməkdən, nə bilim keçmişi xatırlamaqdan ləzzət alacaq. Bunlar isə mənəvi deyil. Bunlar elə bu qədər fiziki ləzzətlərdir. İkinci budur ki, insan o ləzzətlərə qərq olsa, ruh baxa-baxa qalacaq. Görəcək ki, heç məndən işi yoxdur. Filosoflar deyir bunu. Ruhu unudacaq. Çünki fikri getdi maddiyə. Ruh isə mücərrəddir. Ruh unudulacaq. Və bir gün ölüm gələndə qəribə olacaq. Çox qəribə olacaq. Bilirsiniz niyə? Çünki ölüm gələndə insanı bir aləmə aparacaq ki, o aləmlə bu insanın heç bir tanışlığı yoxdur. Niyə? Çünki bəs həqiqi möminin var tanışlıq, bəli. Mənəviyyat arxasında olan insan, mənəvi həqiqətlərdən xəbərdar olan insan təsəvvürü var o barədə. Hələ demirəm ki, ariflər oranı görür. Amma mənəviyyata meyilli insanların da təsəvvürü var. Amma belə dünyəvi insan şok olacaq və onun üçün qəribə gələcək. O bir ömrü heç vaxt iş görmədiyi yerdə qalacaq. Heç vaxt dərdin çəkmədiyi yerdə olacaq. Görün nə qədər İnsan qəflətdə olması pisdir. Allahu Əkbər.